müsəlmanların birliyinə çağırır. Və bu kitabı yayandan sonra, bu dəvəti yayandan sonra mən nəyi müşahidə etmişəm, onu sizə deyim. Bax, Azərbaycanın müxtəlif bölgələrinə gedirəm. Təriqətindən, firqəsindən, məzhəbindən asılı olmayaraq yaxınlaşır, deyir ki, salam aleykum, qardaş. Necəsən? Keyfin halın necədir? Biz sənin xətrini çox istəyirik. Diqqət edin, o qızıqlandıran mövzuları gündəmə gətirib müsəlmanları qarşı-qarşıya qoymaqdansa, o mövzuları kənara qoyub, müsəlman, müsəlmanın qardaşıdır. Əgər qarşımızdakını təriqətindən, məzhəbindən, firqəsindən asılı olmayaraq müsəlman sayırıqsa, onun haqlarını ödəməliyik. Ən azı salam verəndə salamını almalıyıq. Qardaş hesab ediriksə onu. Bilirsiniz, dəfələrlə demişəm, əhl-i şiə məni çox istəyir. Bir elm tələbəsidir. Başlıq da belə idi ki, əhl-i şiə cəmaatından sizi nəyə görə çox istəyirlər, çox sevirlər? Yaxşı. Deyir ki, biz əhl-i beyti sevirik. Çox istəyirlər. Və cavab verir. Deyir ki, biz əhl-i beyti sevirik. Nə xoşbax adam da o. Sevənləri də sevirik. Nə xoşbax adam da o. Şurada. Sonra başqa sual var sonra. Dəhşət. Nə xoşbax adam deyir o var. Bu cür yanaşma olar mı? Yaxşı. Başqa sual var. Nə xoşbax adamdır. Demədim, ən xoşbax adam mənə. Şah. Miniyə minəndə edilən zikri hər dəfə düşüb minəndə demək lazımdırmı? Hər dəfə. Dəstəmazın tərkibini... Xavariclər demədi. Demədi, xavariclər mənə çox istəyir. Onun hamısı çox istəyir. Ateistlər də ola bilsin. Belə adamdır da, xoşbəxtdir. Bunlar belədir, bunlar oynayırlar, yəni vəziyyətə uyğun. Məsələn, məclisdə təkfirçilərdirsə, olan belə xoşu gəlsidir, olan xeyrinə danışırlar. Təkfirçilər ilə başa düşür ki, bu təkfirçilərdir. Təkfirçidir bu da. Sonra görür, məsələn, sələfilərin hava-havasıyla danışır. Bilmirəm, ateistlər məclisində necə danışır, bilmirəm. Hələ adamları ehtimad eləməyin. Hələ adamlardan elm götürmələr, onlar oynayırlar.